Herkese selam dostlar, ben Kamran. Yeni bir videomuza daha hoş geldiniz. Bugün sizlerle birlikte sual cevap videosu çekirik ve sizden gelen sualları okuyup cevaplandıracağım. Bilirsiniz ki dün shot attım ve biraz sual geldi de. Başlayalım ilk sualımızdan. Deməli, bir yazıb YouTuber olmasaydın ne olardın? YouTuber olmasaydım ne olardım? TikToker olardım. Sonra en sevdiğim YouTuber hem İlkin Feyziyevdə yəqin ki. YouTube 2000-də mən necə başlamışam? YouTube-a tək başlamışam. Hə də tək başlamışam. Məqsədim nədir? Məqsədim 100 min abunə olmaq dostlar. 100 min abunəyə çatmaq və oradakı plaket var, onu almaqdır. Sonra short videolar necə çox izlənir? Short videolarım, yəni mənə görə izlənmir də yəqin ki. İlk videolar çəkirəm və reaksiyada yəni o kanalın izləyicilər də bu kanala yönəlir. Yəni baxır da. Yəni mənim kanalımın ən çox izlədiyi kanallardan biri də ilk ikidir. Ondan sonra YouTube'dan pul qazanırsam, YouTube'dan nətər pul qazanıram mən? 1000 abunəyə keçmişəm. Hələ şey var. Adı nədir? 4000 saat izləmə, bir də 10K baxış. Hə, onun da hələ ki çox ucundadır. Yəni çox var hələ. Sual sonra. Bürcün nədir? Bürcüm şir bürcüdür. Neçə yaşım var? 14. İnşallah gələn ayın 18-i 15-ə giririk. İdmanla məşğul olsan, idmanla məşğul olurdum. Ta ki qolumdan əməliyyat olana kimi 6-7 ay bundan qabaq əməliyyat oldum və bir ay öncə də mil çıxdı deyə. Mil çıxdı da inşallah biraz da keçsə başlayaram da yəni getməyə də. Bu qədərdir dostlar sual. Özümüzdən də bir sual verim. 2011-ci iləm. Sonra nə deyim? YouTube'da da nəm 4000 abunəyə çox az qaldıq. 4000 abunəyə də qəşəng bir video çəkəcəyik. Koca müharibin bir deyilmişdi. Deyib Free Fire videosu çək. Free Fire videosu nətər çəkim? Mən Free Fire oynamıram axı. Çəksəm Brawl Stars oynayıram, onu çəkirəm. Ya da ki PUBG-də yəni bu telefon dəstəklənməlidir də, yəni donar hasar eləyər. Neyse dostlar, videomuz bu qədər idi. Yəni qısa bir video olacaq, çünki sual-cavab videosudur. Daha çox sualı istəyirsinizsə, icmada paylaşaram da, yəni suallarınızı yazın. Siz də ora keçib suallarınızı yazın. Bəlkə gələn sual-cavab videosunda sizin də adınız çıxdı. Özünüzə yaxşı baxın.